Sevgi gözleyen ürək naləsi, qəlbimin şəklini çək, gör bir orada nələr var. Sən tək, mən tək, ürəyim səni arzular. Şəklini çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən. Şəklini çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Hey, walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Görən bəyənir məni, sənə bağlanıb könül nəğməsi. Axı sevirəm səni, sənsən ömrümün eşqi nəfəsi. Sevginin öz yolu var, üzdü məni intizar. Gəl, 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 ürəyim səni arzular. Şəklini çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən. Şəklini çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Sevginin öz yolu var, üzdü məni intizar. Gəl, 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 ürəyim səni arzular. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən. Şəklimi çəkə-çəkə hərdən, gözlərini çəkə-çəkə məndən, qəlbim yanır, çəkə-çəkə səndən, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Hey, walalay, walalay, walalay. Axşamınız xeyir olsun dəyərli Kanal S izləyiciləri. Xoş gördük ölkənin starı Star Akademiyasında təbii ki tələbələri ilə xoş gördük sizi və tələbələrinizi. Çox sağ Necəsiniz? olun, xoş gəlmişik, biz də yaxşıyıq, tələbələrim də yaxşıdır. Mən də Maşallah da yaxşıyam. ki günü-gündən artırlar. Maşallah, Hələ bu maşallah. bildiyimizə görə bir hissəsidir tələbələrinizin. Bəli, elədir bir ki, neçə var, nəfərdir. bir Hansı neçə ki, nəfər. ümumiyyətlə neçə nəfər olar? Təxmini cari heyət hardasa 15-20 nəfər arası dəyişir. Çünki biz hal-hazırda gördüyünüz yaş həddində yox, kiçik yaşlılarımız da var. 9 yaşlı üzvümüz var, 11 yaşlı üzvümüz var. Maşallah. Onları bugün gətirə bilmədik. Ancaq cari hardasa 15-20 arası dəyişə bilir. Amma Elnarə xanım, onu deyim ki, hansı efirlərə baxırıq, maşallah, tələbələrinizlə bərabər. Demək olar ki, onlar üçün də böyük bir dəstəkdir ki, siz onları özünüzlə bərabər efirlərə çıxardırsınız, tanıdırsınız. Bir tələbə üçün bundan böyük bir şans ola bilməz mənə elə gəlir. Təbii ki. Çünki əvvəllər belə bir şans yaradılmırdı gənclərə. Amma indi hal-hazırda bax məsələn sizin kimi pedaqoqlar, təşəkkür edirəm. Biri ilə bizim layihəmizin finalisti olub, Cəmil sahib. Çox sevindim ki, sizin yaradıcılıq mərkəzinizdədir. Mikrofonu zəhmət olsun yuxarısından. Aşağı hissəsinə yox, elə. Və Elnarə Xəlilova bugün Star Akademiyasındadır dəyərli izləyicilərimiz. Ölkənin starı Star Akademiyasında nələrin
üstünü açacaq? Hansı qapalı sirlərin Ay üstünü Allah. açacaq? Təbii ki, bu starlara aid olan sirlərdən gedir söhbət. Mən istərdim ki, tələbələrinizi bizimlə, tamaşaçılara daha yaxından tanış edək. Bəli. Buyurun. Məndən sağda Aytən, Orxan, Səidə. Səidə deyəsən bir dəfə olub efirimizdə. Bəli, olub. bəli. Bu heyət bir dəfə olub efirimizdə. Məndən solda Marat, Elvino, Firdovsi, Elvina da olub. Cəmil Sahib, Aygün və Kamal. Bir nə tələbəniz də gəlib. Bəli. Gəlin. Ləman Adını da deyin. artıq bizimlə bərabərdir. Gəl Ləman. Gəlsin. Alqışlayaq tələbələri. Və dəyərli izləyicilərimiz, Star Akademiyasında Elnarə Xəlilovaya yəqin ki, suallarınız olacaq. 055 645 1965 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Suallarınızı birbaşa canlı efirdə Elnarə xanıma ünvanlayacağıq. Təbii ki, Elnarə xanım da səmimi olaraq suallara cavab verəcək. Və qeyd edim ki, El Yaradıcılıq Mərkəzinə qatılmaq istəyirsinizsə, üzv kimi El Yaradıcılıq Mərkəzinə üzv olmaq istəyirsinizsə, Elnarə Xəlilovanın tələbəsi olmaq istəyirsinizsə, bax elə müraciət edə bilərsiniz. Canlı efirdə şansdır sizin üçün. Yaş kateqoriyası var. 7-dən 77-yə hər kəs müraciət edə bilər. Elə Instagram səhifəmizə, eyni adlı Instagram səhifəmizin direktinə yazmaqları bəs eləyir. Və qeyd edim ki, Elnarə xanım, əslində 7-dən 77-yə olmağı yaxşı bir şeydir. Niyə? Elə insanlar var ki, yaşlı bir nəslin nümayəndələridir. Uşaqlıq illərindən oxumaq arzusu olub, amma qarşısına bir şans olub. Bizdə 60-dan yuxarı, 60 plus xanım olub bizim üzvümüz. Xeyli müddət gəldi həqiqətən də. Sonra da bol-bol təşəkkür elədi bizə, ayrıldı aramızdan. Yəni, hiss eləyirsən ki, adamı həqiqətən də ömrü boyu arzulayıb bunu. Amma davam etmək istəmədi. Həyatı elə gətirməyib də ki, bu oxuya bilsin. Amma istedad var da, yəni oxumaq bacarıqları var. Əsas odur ki, arzusunu reallaşdırıb. Məncə də normaldır. Elə bilirəm ki, heç kəsə orada pislik eləmir, yəni. Sadəcə olaraq insan öz bir zamanlar həyata keçirə bilmədiyi arzusunu reallaşdırır, o qədər. Elnarə xanım, keçək açılışımızda ifa etdiyiniz mahnıya. Necə oldu ərsəyə gəldi? Təklif necə gəldi? Biraz onun hekayəsindən danışaq. Əslində bu mahnı oxumaq təklifini özüm vermişəm. Necə? Aygün xanımın uzun illər öncə növbəti ad günləri, doğum günlərindən birində mən də çox yaxından iştirak edirdim. Yəni nə kömək lazım idi, edirdim. Və özüm təklif elədim. Aygün xanıma ideya verdim. Dedim ki, bəlkə sənət yoldaşlarınız, sizi sevən sənət yoldaşlarınız hərə sizin repertuardan bir mahnı oxusun. Biri elə mən, Elnur, Namiq Qaraçıqlı falan. O vaxtı çoxdan olub bu. Səsim orada uşaq səsidir, bilməm eşidirsən yoxsa. Aygün xanım bəyəndi ideyanı, sağ olsun, həmişə dəstək olub o da. Gənclərə o vaxtı da dəstək idi bizə. Biz təzə-təzə oxumağa başlayanda, elə indi də. Görürsünüz, bugün həmən layihədə 31 iştirakçı yer alır. Hamısı da mən yaşda deyil, axı gənclər var arasında, yeni çıxan ifaçılar var. Yəni onlara da yol açmağı, onlara da dəstək olmağı, öz repertuarından, öz işığından pay verməyi çox böyüklükdür həqiqətən də. Çox böyük addımdır. Ona görə Aygün xanımı ayaq üstə alqışlayıram mən. Alqışlayırıq biz də ölkəmizin əsas ulduzu, pop divamız. Yeri gəlmişkən içəridə sizdən danışırlar Elnarə xanım. Bax, qulağımda eşidirəm. Orxan, eşidirəm səsinizi. İçəridə Orxan deyir ki, uşaqlıqdan mən Elnarə xanımın ifalarını bəyənirdim, hələ gənc vaxtından. Orxan, görsən eşidirəm, bunu bağla da. Çox sağ ol Orxan. Bəli, deyir, çox bəyənirəm onun ifalarını. Bax, Elnarə Xəlilovanın nədənsə, bax, o gəncliyində ifa etdiyi mahnılar hələ də unudulmayıb. Mən baxıram efirlərə də, çıxdığınız, iştirak etdiyiniz efirlərdə də o mahnıları tələb edir sizdən tamaşaçılar. Çox şükür. Demək ki, sənətdir də. Demək ki, 50 il də keçsə yaşayacaq. Yəni bax, mən bunun səbəbini bilmək istəyirəm ki, niyə bax son illərdə yazılan mahnılar yox, amma gəncliyinizdə ifa etdiyiniz dillər əzbər olan mahnılarınız var. Məhəbbət payı, səninlə, ayrılıq. İllər də ifa etdiyim mahnılar arasında dillər əzbəri olan mahnılarım var. Sadəcə olaraq təbii ki, bir mahnının 20 yaşı var, bir mahnının tutaq ki 5-6 yaşı var. Əlbəttə o fərq eləyəcək. Amma bu özü də böyük bir şey də. Yəni bir mahnı 20 il yaşayırsa, əlbəttə, bəs mən də onu deyirəm. Deyirəm ki, bir var ki, o işi görəsən, unudula çıxa gedə, bir də var ki, təkrar 20 ildən bir aktuallaşa. Təkrar gör indi o 20 il bundan qabaq necə yazılıb ki, mahnı. 2025-də mahnı hələ də dəbdədir. Hələ də aktualdır. Bir dənə səsi, soundu orada eskiməyib, başa düşürsən? Yəni
gör biz nə qədər uzağı görüb onu eləmişik. o məni çox sevindir həqiqətən də, amma bu gün yazılan mahnılar arasında istər qatarlar olsun, istər darıxsan olsun, istər ruh həkizi olsun, bəli, istər səndən ötəri olsun. Uşaqlar əzbər bilir repertuarı, o heç da elə də olmalıdır. Yəni həqiqətən də o kifayət qədər məşhur və sevgi fəslim olsun, o tamaşaçılar tərəfindən istənilən mahnılar var ki, onları da məndən çox tələb eləyirlər, çox sevirlər o mahnıları da. Təşəkkür edirik Nara xanım və sıradakı ifa Marat bəydən gələcək. O zaman səslənsin ifası dinləyək. Onsuz da sevirdim nə vaxtdan bəri, bir də aşiq oldum sənə yaxında. Telində parlayır sübh şəfəqləri, sən elə gözəlsən günəş çıxanda. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Dağılır qayğılar, buxarlanırkən, görüş saatına vədə çatanda. Hərdən axşamüstü səni görürəm, elə gözəlsən ki günəş batanda. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Sənin məclisində muma dönürəm, səndən ayrıyamsa elə bil daşam. Səni sevirəm ey, səni sevirəm. Gecə səhər tezdən, gündüz və axşam. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Meydən halım belə qarışmazdı heç, benim duman olur səni görəndə. Dağlara bu qədər yaraşmazdı heç, sən elə gözəlsən duman gələndə. Təşəkkür edirik. Bravo. Hər kəsi yerindən oynatdı. Marat. Çox sağ olun. Marat haqqında istəyərdim ki, fikirlərinizi bildirəsiniz Nara xanım. Marat özün haqqında danış da, zəhmət olmasa. Mikrofon da var yaxında, danış. Tanıyaq səni təqdim Marat. elə. Buyur. Mən əslində marketoloqam. Tamam başqa bir sahənin adamıyam. Amma uşaqlıq arzum olub hər zaman ki, bir gün istədiyim o şəraiti hiss edəndə özümdə bu sənətə gələcəm və
Mənim üçün əsas olan hər hansısa bir mənim üçün uşaqlıqdan dinlədiyim bir müğənninin belə deyim, qayğısında bu sənətə başlamaq idi. Və baxdım ki, elə Elnarə xanım. Və qapısını döydüm. Təbii ki, o da mənim kimi, daha doğrusu digər tələbələri kimi mənə də qucaq açdı və bu mahnının da bəstəsi Elnarə Xəlilovaya aiddir. Sözləri Hidayət Sönməzindir və demək olar ki, eksklüziv səsləndi sizin efirdə. Artıq gözəl səsləndi. Oktyabrın 10-da, yəni sabahıq birisi gün artıq YouTube-da və bütün Yayımda musiqi olacaq. platformalarında Xeyirli uğurlu olsun. olacaq və klip də çəkdik buna. Yusif Ələkbərzadənin çəkdi, rejissor idi və düşünürəm ki, bəyənəcəksiniz. İnşallah xeyirli uğurlu olsun və Təşəkkürlər. dəyərli tamaşaçılar, əgər siz də uşaqlıq arzularınızın reallaşmasını istəyirsinizsə, Elnarə Xəlilovaya müraciət edə bilərsiniz. 055 645 1965 nömrəsinə mesajlarınızı, SMS-lərinizi yaza bilərsiniz Elnarə xanım haqqında. Bir tamaşaçı yazıb ki, Elnarə Xəlilova tələbələrinə olan sevgisindən danışdı. Niyə tələbələrinə bu qədər çox sevgi göstərir və niyə hər yerdə biz onu tələbələri ilə görürük? Çox maraqlı. Əslində maraqlı sualdır, çünki tamaşaçının adını deyə bilərsiniz mənə. Görüm mənim uşaqlarım deyil onu yazan. Adsız xanımdır. Mesajlar adsız gəlir. Evdəki uşaqlarım qısqanır məni bu uşaqlara. Üzümə də deyirlər, hə, gedərsən, tələbələrinlə gedərsən, onlarla vaxt keçirərsən, onlarla belə eləyərsən, onlarla. Görürsüz, bunu tamaşaçılarımız da görür artıq ki, siz bütün efirlərdə demək olar ki, tələbələrinizlə çıxırsınız, iştirak edirsiniz. Bəli, mən düşünürəm ki, mən bu 25 ildə artıq özümün, yəni göstərə biləcəyim əslində hər şeyi göstərmişəm, yəni performans olaraq. Yəni istəyir canlı konsertlər olsun, istəyir akustik konsertlər olsun, istəyir orkestrlə verdiyimiz konsertlər olsun, yəni cürəbəcür saraylar olsun. 17 min adam yerləşən saraydan tutmuş, 250 adam yerləşən Rəşid Behbudov adlı mahnı teatrının səhnəsindən tutmuş. Yəni o bəlkə o səhnə qalmayıb da, yəni bu coğrafiyada ki, mən orada çıxış eləməyim. Həqiqətən də çox xoşbəxtəm bu münasibətlə. İndi istəyirəm ki, indi əslində onların zamanıdır. Mən heç yerə getmirəm, amma mən buradayam. Görürsünüz ki, yəni özüm də ifa edirəm, özüm də öz necə deyərlər, ifaçılığımı davam elətdirirəm. Özüm ayda bir layihə təhvil verməklə bərabər dübarə uşaqlarım da mənlə bərabər, məsəl üçün, indi 10 oktyabr Maratın relizi baş verəcək. Ondan bir 2-3 həftə sonra Sahibin relizi baş verəcək. Ondan bir 2-3 həftə sonra Allah bilir kimin, Ayselin relizi ola bilər, çox ola bilər. Yəni, bu dayanmayacaq, bu proses dayanmayacaq. Yəqin ki, bu mənim sənətimə və işimə olan sevgimlə irəli gəlir. Mən bu suala belə cavab vermək istəyirəm. Çünki hesab edirəm ki, mən öz işimi, gördüyüm işi o qədər sevməliyəm ki, o sevgini bu cür yansıda bilim də. Çünki burada axı ayrı-ayrı insanlardan, ayrı-ayrı fərdlərdən, qızlardan, yaxud oğlanlardan, kişilərdən, yaxud qadınlardan, yaxud uşaqlardan getmir axı söhbət. Söhbət bütövlükdə mərkəzin fəaliyyətindən gedir və mən orada tək deyiləm. Bizim vokal pedaqoqumuz var, Nərmin xanım Behbudova, bizim aranjmançımız və səs rejissorumuz var, Həsən Ağayev. Yəni orada kollektiv çox böyükdür. Maşallah. Yəni canlı bizim bütün trek, demək olar ki, əksər treklərimizdə canlı ifa edən musiqiçilərimiz var. Tutaq ki, Döngə qrupunun solistlərindən biri Fərid Məmmədov var. Məsələn, onun solo ifası, gitarada ifası səslənirdi Maratın mahnısında. Birazdan dinləyəcəksiniz digər mahnılarda. Bizlə çox tez-tez, sıx-sıx əməkdaşlıq edən truba ifaçısı var, Turanə. İsmayılovadır, səhv eləmirəmsə soyadı. Çox tez-tez ifa edir. Ayselin mahnısında ifa edib. Səhv eləmirəmsə mənim də hansısa mahnıda ifa edib. Yəni deməyim odur ki, daha sonra nəfəsli alətlərdə ifa edən Fəqan var, Rəhman oğludur, səhv eləmirəmsə. O, bax, məsələn, Elvinin mahnısında orada ya zurnadır, ya balabandır. Tutaq ki, sahibi mahnısında balabandadır, dəqiq o yadımdadır. Çünki təzə eləmişik onu, ifa edib. Yəni, sıx-sıx əməkdaşlıq etdiyimiz musiqiçilər var, peşəkarlar. Yəni, bunu tək öz adıma çıxardamağım düzgün deyil. Yəni, təşəkkür edirəm Elnarə xanım. Fikirlərinizi unutmayın. Reklamlardan dərhal sonra davam edəcəyik.
Getmir gözümün önündən bir an olsun son baxışları. Qəlbim narahatdı o gündən, hər gecə qonaqdı xəyalları. Getmir gözümün önündən bir an olsun son baxışları. Qəlbim narahatdı o gündən, hər gecə qonaqdı xəyalları. Sənə əlvida dedi dilim, demədi bil ki ürəyim. Sevən qəlb deməz əlvida, iki dünya bir olsa da. Sənə əlvida dedi dilim, demədi bil ki ürəyim. Sevən qəlb deməz əlvida, iki dünya bir olsa da. Mən hara gedə bilərəm, darıxıram səndən uzaqda. Yaxınlığın mənə təsəlli, mən səni duyuram buralarda. Fikrin dolaşır başımda, pıçıldanır adın dodağımda. Düşünürəm sənli günləri, kaş yenə olaydım yanında. Sənə əlvida dedi dilim, demədi bir ki ürəyim. Sevən qəlb deməz əlvida, iki dünya bir olsa da. Sənə əlvida dedi dilim, demədi bir ki ürəyim. Sevən qəlb deməz əlvida, iki dünya bir olsa da. Təşəkkür edirik. Firdovsi, buyur. Sən də tamaşaçılarla danış, buyur. Mən Daha də yaxından bəli, hər birinizi salamlayıram. səni. Hər vaxtınız xeyir olsun. Mən də Marat kimi ayrı bir sahənin ayrı bir sahədə çalışıram, şirniyyatçıyam. Amma Nə gözəl. bəli, şirniyyatçı olaraq Şirniyyatdan bolsuz Elnara xanım. göstərərəm. Bildiyimə görə sevirsiniz şirniyyatı. Vallahi neçə idi gəlirsən Firdevsi? Gətirməyib ha. Vay, vay, görürsən? Camaat elə biləcək ki, nəsə burada, amma ki həqiqətən belədir də. Ay Yəni Firdevsi, şirniyyatçı da belə olmadı, şey elə bir olar. şirniyyat Adam da da müəlliməsinə şirniyyat O gətirməz. əslində ən böyük yaxşılığı edir müəlliməsinə. O qoymur ki, müəlliməsinin figurası pozulsun. Bəli. O biri gətirsə mən o kilo ilə yeyəcəm, olmaz. bəli, bu sahəyə gəlməyimdə həqiqətən Elnara xanımın əziyyəti böyükdür. Demək olar mən musiqi sahəsindəyəmsə, Elnara xanımın sayəsindəyəm bu sahədə. Təsəvvür edə bilməzdim. Əslində doğrudan həqiqətən uşaqlıq arzumdur. Hal-hazırda mən buradayam, bu səhnədəyəm. Bayaq da demişəm. Uşaqlıq arzularımızı reallaşdırmaq istəyirsinizsə müraciət Kanal edə hesaba. bilərsiniz. Əlaqə Çox sağ nömrəsini olun. ekranda verək, zəhmət olmasa. Buyurun. Bəli, bu qədər. Yəni təşəkkür edirəm sizə Elnara xanım. Çox sağ olun. Estağfurullah. Elnara xanım, yeni tələbələriniz gəlib. Vüqarı da dəvət eləyək. Xoş gəlmisən Vüqar. Alqışlayaq Vüqarı gəlsin. Daha ürəkli gəlsin. Əyləş, Vüqar. Əyləş. Vüqar Kamiloğlu, tanınmış teleaparıcı, jurnalist. Universal Böyük deyirsən. layihələrin bəli müəllifi. Bu gün də çalışır maqazin proqramlarının birində. Redaktor Çox kimi gözəl. əlində bir 3-4 dənə verilişi var. Yəni amma Maşallah. musiqiçidir. Vüqar Bülbül təhsillidir. Yəni incəsənət oxuyub. Əli Baba Məmmədovdan, Mələkxanım Əyyubovadan, əjdahalardan dərs alıb da. Maşallah. Yəni bu adam musiqiçidir. Sən daha yaxşı bilərsən. Bəli. Sən də o əjdahalardan dərs almısan. Bəli, Hə. təşəkkür edirəm və istəyərdim ki, mikrofonu ötürək, bir-bir salamlaşsınlar, danışsınlar, onları da eşidək. Elə Vüqar səndən başlayaq.
Axşamınız xeyir bu arada. Hər kəsi xoş gördük. Bilirsiniz ki, yollar tıxacdı, o yüzden biraz üzrlü sayın gecikdim. Xeyirli uğurlu olsun. Bilmirəm bu mövsümdən başlayıb səndə veriliş yoxsa? İlk efirdir, İlk bəli. efirdir. İlk efir məhz Elnarə xanım. O zaman nə və gözəl. Sevilən Ulduz Elnarə Xəllovanı dəvət eləmisən. Ayağı düşərlidir Elnarə. Starımızdır da, niyə? Hara gəlirsə mütləq görsən. Starın Maşallah, ayağı yaradıcı hər heyətlə zaman bu düşərli günləri olur. Qonaq olub. Belə deyək də, bu sənət aləminə görsün nə qədər ulduz yetişdirir. Hamısı da öz-özündən bir istedadlı uşaqlardır. Maşallah olsun. İnşallah irəliləyən dəqiqədə dinləyərsiz onları da. Mən çox danışaram, ötürüm uşaqlara danışdılar. Xanım, təqdim eləsin özünü. Salam, hər vaxtınız xeyir. Adım Ləmandır. Artıq 6 aydan çoxdur Elnarə xanımın tələbəsiyəm. Burada olmaq mənə xoşdur. Təşəkkür edirəm, digər xanım. Salam, hər vaxtınız xeyir olsun. Adım Aytəndir. Mən də 2025-ci il mart ayından, fevral ya da mart, Elnarə xanımın tələbəsiyəm. Çox sevirik onu. İnşallah yaxşı olar. İnşallah. Buyurun. Adım Orxandır. 7 ayda Elnarə xanımın yanındayam. Yəni 2 sevdiyim müğənni varsa, biri də Elnarə xanımdır və xoşbəxtəm ki, yanındayam. Təşəkkür edirik. Salam, hər vaxtınız xeyir. Adım Səidədir. 8 aydır hocamın yanında tələbəyəm. Mutluyam. Təşəkkür edirəm. Buradan səndə var mikrofon Cəmil, danış. Salam. Sizdə onun adı sahibdir. Bilməm niyə özünə Cəmil deyir. Tam adım Danış, Cəmil. elə yaxşı mövzu açıldı. Danış. Niyə Cəmil? Bax sənin adın sahibdir. Bu neçə vaxt səni tanıyıram, mən sual sayırmamışam. Mən niyə Cəmil dizdirirsən özünə? De görək, danış görək. Tamaşaçılara da maraqlı. Adın hekayəsi olmalıdır da, bəli. Təbii ki, var. Aha. Var sənətdə olan ad, var indi insanların içində el arasında. İndi insanların içində olan hansıdır, sənətdə olan hansıdır? Sənətdə olan sahibdir. Şəxsiyyət vəsiqəsində sahib yazılıb. Amma ki, qulağa oxunan ad var. Cəmil sahibdir. Tam olaraq. O vaxtlar 2 ad mümkün deyildi sənət yazılma. Ona görə sahib yazılıb. Ay, sənətdə də 2 addır səndə. Bəs qulaqda oxunan ikinci adı deməzlər. Bəs dedin hamı eşitdi ki, o gərək onu yadında saxlayaq. Mən Allaha sığınaraq dedim. Heç kim eşitməsin. Xanımlara da söz verək. Hər kəsi salamlayıram, hər birinizi xoş gördük. Mənim adım da Aygündür. Demək olar ki, bu el yaradıcılığı mərkəzinə ən son qoşulan tələbələrdən biriyəm, amma o qədər şadam ki, özüm baxmayaraq dövlət işi ilə məşğulam, amma ona baxmayaraq bu incəsənət mənim ən böyük incəsənətə gəlmək, ifa etmək ən böyük arzularımdan biri olub. Və sanki hiss edirəm ki, mənim bu arzularımın gerçək olmasında səbəbkar Elnarə xanımı görürəm. Hiss edirəm ki, o mənim bütün o illər boyu ürəyimdə olan arzularımı gerçək etsə Elnarə xanım edəcək. Və buna inanıram mən. İnşallah ki, o gün olacaq. Aldı görək nədir? Axşamınız xeyir, adım Kəmaldır. Mən Elnarə xanımla mart ayından artıq məşğul oluram və təbii ki də arzularımı gerçəkləşdirmədə Elnarə xanım mənə tamam köməkli göstərir. Həmişə arzum olub və sizə çox təşəkkür edirəm, minnətdaram sizə. Salamlayıram hər kəsə, axşamınız xeyir olsun. Adım Ayseydir. Mən də artıq 3 ildir ki, 3 il olacaqdır. Elnarə xanımla bir yerdəyəm. Artıq mənim mahnımı da çıxartdıq Elnarə xanım sayəsində. Sözləri Sura Hüseynə, musiqisi Elnarə xanıma, aranjmanı da Həsən mənim, Həsən Ağayev. Çox maraqlı ifa idi, dinləmişdik pərdə arxası. Sizin ifanızdır o zaman. İndi inşallah irəliləyən dəqiqələrdə işləyəcəksiniz. Mən də tamamilə ayrı sahə ilə məşğulam. Həm xoreografiya, rəqs xoreografam, həm də ki, buğalteriya, dizayn bunlar qarışıqdır. Maşallah. Amma səsin olduğunu hiss eləmişdim. Dedim ki, Elnarə xanım üzərində işləsə, Nara xanım, Nərmin xanım Behbudova, bir də Nara xanım sayəsində mən inkişaf eləməyə davam edirəm. Uğurlarınız bol olsun və içəridə mənə dedilər ki, mikrofon əlində olmuşkən elə ifasını da eşidək. Aysiyə xanımın ifası səslənsin.
Qəmgin fikirlər bu sən deyilsən. Amma gün gələcək, acılar keçəcək, zaman göstərəcək. Hər şey sənin öz əlində. Yıxılmasa dur, əlini yerə vur, xəyallarını qur. Hər şey sənin öz əlində. Hərənin öz bəxti, öz taleyi var. Hamının öz yolu, öz qisməti var. Həyat imtahan deyil heç asan, bunu anlasan. İnamsız gözlər, qəmgin fikirlər bu sən deyilsən. Amma gün gələcək, acılar keçəcək, zaman göstərəcək. Hər şey sənin öz əlində. Yıxılmasa dur, əlini yerə vur, xəyallarını qur. Hər şey sənin öz əlində. Bil hər şey sənin öz əlində. Təşəkkür edirik. Bravo. Sonda Elnarə Xəlilovanın imzası olmalıydı da. Yəni ki, hə, əzizlər oxsaydı yaxşı olardı, amma da eyb yox. Tamaşaçımızın sualı var. Hər birinizə uğurlar arzu edirəm. Əminə xanım yazıb. Sağ olsun. Elnarə xanıma da salam deyin. Fatimə də salam deyir. Danışan mələklər Fatimənin anasıdır. Əleyküm salam. Bizim qızlara klip söz vermişdi. Deyir, nə vaxt olacaq? Fatimə soruşur. Bu, səhv eləmirəmsə, eşitmə məhdudiyyətli qız. Danışan mələklər qızlar. Aha, bəli. Mənim bilənlər bilir, telefonum uğurlanmışdı əslində. Onların koordinatları qalmayıb məndə. Səndə varsa yollayarsan mənə. Eşitdiniz də Əminə xanım. Yəni Elnarə xanım söz verdisə, mütləq onu sözünün üzərində durur. Nübar xanım, daimi izləyicimiz yazıb ki, Elnarə xanımı görməyimizə şadıq. Maşallah, çox böyük komandası var. Məryəm deyir, onun üçün çox darıxıb. Təəssüflər olsun ki... Lamanısını oxuyan Məryəm. Bəli, bəli. Məryəm deyir, onun üçün çox darıxıb. Salamlayır sizi. Tələbələrinizə də uğurlar arzu edirlər. Daha sonra bir tamaşaçımız yazıb ki, Təliqin mahnısı ilə bağlı istəyərdik ki, fikirlərini bildirsin. Necə oldu o yarandı o mahnı? Danışan mələklərlə biz Təliqin mahnısını əslində, onun yeni bir interpretasiyasını mən necə oldu qərara gəldim. Sizin düzənlədiyiniz növbəti tədbirlərdən birində mən gördüm o qızların çıxışını. Vuruldum da, yəni çox bəyəndim. Yəni ki, məhdudiyyətli olasan, amma o qədər gözəl onu təqdim edəsən də, yəni ki, yəni necə başa sala bilərsən? Anlatmaq, bəli. Yəni sanki yaşayaraq. İmkanların məhduddur, amma onu o cür anlada bilirsən. Mən elə orada təklif elədim əslində, onların rəhbərləri Günel xanıma. Dedim ki, nömrəsini götürdüm. Dedim ki, biz mütləq buna bir nəsə çəkməliyik də, bu çox maraqlıdır. Ümumiyyətlə, o mahnı, bax, tamaşaçımız sual verdi. Salamlayırıq bir daha tamaşaçımıza, təşəkkürümüzü bildiririk. Bu mahnının həm məsuliyyəti var, həm ağırlığı var. Hər cəhətdən, hər mənada. Necə oldu, yəni, belə deyim də, risk elədiniz bu mahnı oxumağa? Ağırlıq, ağır təsir etdimi sizə? Çünki elə sözləri var ki, mahnıda, adi din... Amma nə yalan deyim, mən o mahnını çox dinləyirəm. Bəzən duyğulanıram, bəzən kədərlənirəm, bəzən məni aparır. Mahnı həqiqətən məni aparır. Bilmirəm hara aparır, amma bilirəm ki, aparır. Yəni, necə oldu? Ümumiyyətlə, bu kimin, müəllif kimdir bu mahnıda? Bildiyimə görə... Nə bilirsən? Sizsiz? Xeyr, mən deyiləm.
Mən deyiləm. Qan qrupu var idi, yadına düşür. Bir rock qrupu var idi və sizə təklif etmişdi ki, bu mahnını oxuyasınız, yoxsa necə? Yəni biz qrup olaraq, qrup halında bu mahnını ifa etmişik. Ancaq musiqisi bir Laz mahnısı var, Do mi varis, belə bir Laz xalq mahnısıdır. Və mən Laz dilində yaxşı bilmirəm, intihası ki, bir qoca nənə oxuyurdu, o yadım qulağımdadır mənim. Do mi varis, belə bir şey, yəni layla kimi də belə oxunurdu o mahnı. Biz həmən musiqini rock versiyasını hazırladıq qan qrupu olaraq və ona Quran ayələrindən ibarət yeni sözlər yazıldı. O vaxtı Vahid müəllim sıx işləyirdi, bizlə çalışırdı, özü şəxsən iştirak eləmişdi bu mahnının hazırlanmasında. Klipi də özü çəkmişdi, çox da maraqla qarşılanmışdı. Və mən bir şey demək istəyirəm ki, baxmayaraq ki, alternativ musiqidir, rockdur da, janr olaraq rockdur. Yəni bu pop deyil, bu kütləvi deyil, kütləvi deyil və kassa mahnısı da deyil. Yəni hesablanmayıb ona ki, böyük bir kassa yığacaq, böyük bir kütlə yığacaq, ona hesablanmayıb qətiyyən alternativ musiqidir. Baxmayaraq ki, bu belədir, mahnı hitdir. Və mahnı 15 ildən yuxarıdır ki, hitdir və haçan harda qoyulursa, hansı sosial şəbəkədə qoyulursa, Instagram, Facebook, Twitter, bilməm, TikTok, yəni çox əcayib bir qəribə bir reaksiya ilə mən qarşılaşıram. Yəni mən özüm də anlayıram ki, mənim bütün mahnılarım hamısı bir yana, təlqin bir yana. Yəni tək mənim üçün yox, tamaşaçı üçün də bu belədir. Yəqin ki, elə o ağırlıq orada ağırlıq nədən irəli gəlir? Tamaşaçılar üçün maraqlıdır ki, bu sualı ünvanladılar. Ağırlıq ondan irəli gəlir ki, Quran ayələri olduğu üçün insanı təkrar özünə gətirir. İnsanı özünə gətirir ki, yəni ey insan, ayıl, yəni səhv eləmə və belə bu qəbildə olduğu üçün çox düşündürücüdür, çox məsuliyyətli bir mahnıdır. Bəli, ona görə də nə xoş mənim halıma, mən ancaq sevinə bilərəm. Yəni belə deyim də, hər ifaçı da, hər müğənni də bu mahnını cəsarətini toplayıb oxuya bilməz. Çünki məsuliyyət tələb eləyir. Cəsarət o yana qalsın, daşımaq var da, daşımaq. O sözləri deyən adam, gərək haqqı olmalıdır o söz ağzından çıxartmaq. Bəs Elnarə Xəlilova nə vaxtsa ona təklif olunan hansısa bir mahnıdan imtina edibmi? Məsələn, mahnı təklif olunub, demişsiniz ki, yox, mənlik deyil. Çox olub, bir dəfə yox, 100 dəfə olub. Yəni bilirsiniz necədir? Söhbət yəni məşhur bəstəkarlardan gedir. Yox, məşhur bəstəkar heç vaxt elə şey təklif eləməz. Tam ünvanlaya bilmədim. Məşhur bəstəkar peşəkardır. Yox, məsələn, tutalım ki, sizin kimi, yəni hansısa bir məşhur bir müğənniyə aid olan mahnını var da, bu dəqiqə bilirsiniz ki, show biznesdə prinsiplər çox olur ki, sırf bunu sən oxumalısan, Elnarə Xəlilova oxumalıdır. Belə bir təklif olub bu günə qədər? Yəni bəlkəm də olubsa da, əgər o mahnı mənə aiddirsə, mən özümü görmüşəmsə o mahnıda, oxumuşam. Yox, əgər görmüşəmsə, çox məşhur bugün trenddə olan bizim xalq artistlərimizə məşhur mahnılar yazan beatmakerlər mən deyirəm. Yəni onlara bəstəkar demək olmaz. Bəstəkarlardan ayıbdır da. Yəni bəstəkar başqa şeydir. Olub ki, təklif gəlib çox məşhurlarından. Yəni mən görmüşəm ki, mənim deyil də bu. Yəni mən orada özümü görmürəm. Yəni o demək deyil ki, pis mahnıdır və yaxud da ki, pis yazılıb. Xeyr. Sadəcə mənə uyğun deyil. Elə belə də izah eləmişəm. Yəni təşəkkür eləmişəm ki, məni seçdiyi üçün, mənə göndərdiyi üçün, məni sevdiyi üçün təşəkkürümü eləmişəm, amma demişəm ki, mən özümü görmürəm orada. Misal üçün da, yəni mən tutaq ki, ailəli adamam. Bəlli bir statusum var cəmiyyətdə. Məsələn, orada var elə momentlər ki, baxıram ki, mən mahnıda mətnə diqqət edənlərdənəm. Böyük əksəriyyətdən fərqli olaraq. Mən görürəm ki, bu mənim ağzımdan çıxarda biləcəyim söz və ifadə deyil də, konkret mənim deyil də bu. Mən bunu deyə bilmərəm. Olmaz mənə bunu demək. O da mənim haqqımdır əlbəttə ki, bəs mən sabah o mahnıda həmən o söz və ifadəni ağzımdan çıxardanda, indi təlqində olduğu kimi mənim tamaşaçım mənə deməz ki, ayıb deyirsən, bu nədir da? Nə deyirsən sən o mahnıda? O nə söz ilə elə? Yəni, uyğunsuzluq məsələsi var. Təşəkkür edirəm Elnarə xanım. Reklamlardan dərhal sonra davam edəcəyik.
ürəyimdə sözüm qalıb. Mən vədəsiz getsəm əgər, bil ki səndə gözüm qalıb. Hər gün səni izlədiyim, yollarını gözlədiyim, buxarın təmizlədiyim, pəncərəmdə izim qalıb. Dərdi kim, qəmi yeyim, yar dərdimi kimə deyim? Daha yoxdur halım heyim, nə taqət, nə dözüm qalıb. Dərdi kim, qəmi yeyim, yar dərdimi kimə deyim? Daha yoxdur halım heyim, nə taqət, nə dözüm qalıb. Gözlərdən yaş axıb gedir, ümidləri yıxıb gedir. Xoşbəxtliyim çıxıb gedir, kədər düzüm qalır. Sevgim ölməz, cismim gedər, olan olmaz ömrüm bitər. Nəğmələrdən məktub yazdım, alasan yar məndən. Mənim sənə deyilməmiş ürəyimdə sözüm qalıb. Mən vədəsiz getsəm əgər, bil ki səndə gözüm qalıb. Hər gün səni izlədiyim, yollarını gözlədiyim, buxarın təmizlədiyim, pəncərəmdə izim qalıb. Dərdi kim, qəmi yeyim, yar dərdimi kimə deyim? Daha yoxdur halım heyim, nə taqət, nə dözüm qalıb. Dərdi kim, qəmi yeyim, yar dərdimi kimə deyim? Daha yoxdur halım heyim, nə taqət, nə dözüm qalıb. Gözlərdən yaş axıb gedir, ümidləri yıxıb gedir. Xoşbəxtliyim çıxıb gedir, kədər düzüm qalır. Sevgim ölməz, cismim gedər, olar olmaz ömrüm bitər. Nəğmələrdən məktub yazdım, alasan yar məndən. Teşekkür edirik Elvino. Buyur. Hamını salamlayıram, axşamınız xeyir olsun. Mən özüm də başqa sahədə işləyirəm, hamı kimi. Bir dənə də musiqiçi yoxdur burada, yox var. Cəmil Sahib musiqiçidir. Sonra kimdir musiqiçi? Orxan musiqiçidir, kamança sinifini bitirib. Vüqar musiqiçidir. Sonra kim var musiqiçilərdən? Yadımdan çıxıbsa deyin. Müjgan amma burada deyil. Müjgan burada deyil, amma musiqiçidir. O da incəsənətdə oxuyur. Elnarə xanım, sizə bir təklif var. Bilmirəm, reaksiyanız necə olacaq, çox maraqlıdır. Əməkdar artist Mətan İskəndərlinin keçmiş gəlini Canana yazıb ki, mən Elnarə xanıma duet təklif etsəm, mənimlə duet oxuyarmı? Baxır duetə, baxır ideyaya və iki xanımın ifa edə biləcəyi. Bu arada deyir, məni el yaradıcılıq mərkəzinə qəbul edərmi? Niyə də yox? Gözümüz üstə yeri var hər bir insan kimi, hər bir Azərbaycanlı kimi. Yeri gəlmişkən haqq verirəm, ha, haqq verirəm. Amma bilirsən də Vüqar, o mümkünsüzdür. Niyə mümkünsüzdür? Mətanət xanım həmişə də hər yerdə də qucaq açır, ona sevir onu. Mətanət xanım necə onu sevirsə, biz də eyni elə də sevirik Canananı. Yəni onun keçmiş gəlinidir, ya indiki gəlinidir, fərqi yoxdur. Nəvələrinin anasıdır, düzdürmü? Bəli. Və 3 uşağın anasıdır, ona görə də təkcə elə ona görə ona hörmət eləməyə dəyər. O ki, qaldı el yaradıcılıq mərkəzinə üzv olmağa heç bir problem görmürəm mən burada. Ay Allah, sizin nə boyda geniş ürəyiniz var. Yox, hamını dəvət edirsiniz. Bir dənə sualım var Elnarə xanım. Sevmədiyiniz bir insan, yəni bu insanı görmək istəmirsiniz. Amma müraciət edib sizin yaradıcılıq mərkəzinizə üzv olmaq istəyir. Sizin tələbəniz olmaq istəyir. Reaksiyanız necə olar? Mən peşəkaram. Mən heç vaxt şəxsi münasibətimi gördüyüm işə qatmıram. Yəni orada ona göstərmək. Həyatı boyu ona mən onu bildirmərəm, göstərmərəm. Mən işimi görərəm. Bəli.
Halaldır. Ona görə də yığılıblar da maşallah. Gör nə qədərdirlər. Həqiqətən Yəni mənim işimi görmək məndən tələb olunursa, mən işimi görəcəm. Ancaq adam məni tutaq ki, başqa nəsə bezdirsə, eləsə ki, sev məni. Fərqi yoxdur qadın kişi. Yəni orada mən artıq duyğularımı dilə gətirə bilərəm. Yəni o da var, amma işimi görəcəm. İşinizi görürsüz və birdən belə deyim də, ona qarşı olan o kininiz, o əsəbiniz soyur. Ola bilərmi elə bir şey? Onu zaman göstərə bilər. Mənim kinimin mən özümdən demirəm, burada yazırlar. Anlayıram. Ona görə bunları sizin maraqlıdır. Anlayıram. Mən ümumiyyətlə kin saxlamağı sevmirəm və də kin saxlaya bilmirəm. Hətta çox vaxtı mən unuduram çox şeyi. Bəzən yoldaşım mənim yadıma salır ki, yadıma gəlir filan vaxtı filan kəs, sənə filan şey filan cürətdir. Eşitdiniz də, müraciət edə bilərsiniz. Öz ağzından eşitdiniz, müraciət edə bilərsiniz, kin saxlamır. Estağfurullah, amma ki, o baxır da, yəni adamın özünü aparmağından, özünü yəni necə təqdim eləməyindən, ümumiyyətlə niyyətindən çox şey önəmlidir. Başa düşürsüz? Yəni mən insanlarda bu gördüyünüz gənclər çox istedadlıdırlar. Görürsüz, hərəsi bir peşənin nümayəndəsidir, amma çox istedadlıdırlar. Ona görə də bu gün bu səhnədədirlər. Ancaq ilk növbədə mən onların mədəniyyətinə, tərbiyələrinə, qanacaqlarına, qabiliyyətlərinə fikir verən adamam, əxlaqlarına. Mənim üçün belə keyfiyyətlər çox önəmlidir insanda. Yəni bunlar yoxdursa mən o adamla çox uzağa gedə bilmərəm. Bir müddət başlayaram, dişimə vuraram, görərəm ki, yox, mənim adamım deyil, mən özüm uzaqlaşacağam. Amma heç vaxt onun qəlbini də qırmaram. Mən onu heç vaxt qınamaram. Demərəm ki, sən niyə beləsən, sən mənim kimi olmalısan. Heç vaxt o sözü demərəm ona. Özü bilər, Allahı bilər. Mən onun şəxsi işinə qarışa bilmərəm. Amma özümü yaxşı tanıdığım üçün bilirəm ki, mən çox uzağa gedə bilmərəm elə adamla. Vəssalam. Elnarə xanım, Aysel adında bir izləyicimiz yazıb ki, Elnarə Xəlilova davamçısı kimi tələbələri arasında kimi görür? İkinci bir Elnarə Xəlilova, belə deyək də, biraz sualı mən düzəldim. Kimi görürsünüz? Burada olanlardan gedir ha söhbət. Anlayıram. Bir nəfər deyir ki, Ayselin səsi, Aysel sizsiz də? Bəli. Çox bənzəyir. Ümumiyyətlə, xanım ifaçıları çox vaxtı müəllifi mənim olduğum mahnıları ifa etdiyi üçün, məsəl üçün, bəylər də ifa edib, tutaq ki, Marad da ifa edib, Elvino ifa edib, məsəl üçün, Vüqar da ifa edib, məsələn, bəylərdə bir ayrı cür səslənir. Amma xanımlar da özəlliklə, bizdə xanımlarda tesitura da eynidir. Biz eyni yerdə oxuyuruq, registr baxımından da eyni yerdə oxuyuruq. Və avazı istər-istəməz onlar qulaq yaddaşı ilə götürürlər. Çünki o mahnını mən öyrədirəm axı. Oxuyuram, verirəm ki, bunu öyrən, tutaq ki. Bu istər-istəməz, o istəsə də, istəməsə də hop götürür yəni avazı, bildiniz necə? Mənim ağzımla oxuyurlar, bax. Aysel də elə oxuyur. Bizim Sura Hüseyn bizim üzvlərimizdən biridir. Düzdür, efirlərə çıxmır, ancaq YouTube kanalı var. Onun yəni mahnılarını dinləsəz, onun öz səbəbləri var ona görə, öz səbəbləri var. Və amma onun ifa etdiyi mahnıları dinləsəz, orada da aydın eşidirsən, elə bilirsən ki, Elnarə, qarışdırırsan, deyirsən, ay Allah, Elnarə oxuyur. Sonra görürsən, yox, Elnarə deyil, başqa səsdir. Yəni, tembr olaraq səs rəngi xanım rəngidir, xanım səsidir və aydın eşidilir ki, bu başqa adamdır. Ancaq arada qarışdıra bilirsən, səhv sala bilirsən. Niyə? Çünki istər-istəməz o qulaq yaddaşı ilə mənim avazımı onlar eşitdikləri üçün, elə öyrəndikləri üçün mənim ağzımla oxuyurlar. Yəni, bəstəkar necə göstərirsə, elə də götürürlər, elə də oxuyurlar. Ona görə çox normaldır Ayselin səsini mənə oxşatmaqları, tamaşaçılarımızın da, bu arada Aysel xanım yəqin ki, razı qaldı cavabdan, elə sizin adaşınızın adı çəkildi Aysel. Tamaşaçı da Aysel idi. Tamaşaçı da Aysel idi. Hə, ola bilər. Ancaq indi bu uşaqların arasında çox çətindir mənə demək. Açığı mən heç, yeri gələndə mən heç istəmərəm də ki, burada kimsə Elnarə olsun. Bir şey də deyim. Mənə lazımdır ki, burada hərə özü olsun və mən bunun üçün çalışıram əslində. Uşaqlar da məni qoymaz, mən yalan danışım. Yəni, əslində heç vaxt ilk gəldikləri gündən, mərkəzə müraciət olunan ilk gündən heç vaxt yalnız mənim mahnılarım, yalnız mənim ifalarım deyə bir şey təlqin olunmur uşaqlara. Uşaqlar bir mənalı şəkildə ürəyi istədiyi, istənilən ifaçıdan, Azərbaycan dilli, Rus dilli, İngilis dilli ifa edirlər. Dəfələrlə tədbirlər yola salmışıq bu cür.
konsertlərdə çıxış eləmişik. Yəni yoxdur bizdə məhdudiyyət və də şey yoxdur da, yəni tabu yoxdur, qadağa yoxdur ki, ay bu ifaçı mənim xoşuma gəlmir, ondan oxuya bilməzsən məsələn. Yoxdur belə bir şey bizdə. Biz peşəkarıq, yəni məqsədimiz öyrətməkdir, belə. Təşəkkür edirəm. Deyirəm, Vüqarın ifası hazırdır, Orxan. O zaman bəlkə Vüqar səndən bir ifa səslənsin. Eşidək, dinləyək səni. Bir bulağın iki gözü, biri sen biri mən. Bir bulağın iki gözü, biri sen biri mən. Bir almanın iki yüzü, ya biri sen biri mən. Bir almanın iki yüzü, yar biri sen biri mən. Döşəsimin titretmesi, biri sen biri mən. Qoşəsimin titretmesi, biri sen biri mən. Bir pərdənin iki səsi, biri sen biri mən. Bir pərdənin iki səsi, biri sen biri mən. Açıq səma göy qurşağı, biri sen biri mən. Açıq səma göy qurşağı, biri sen biri mən. Bu həyatda iki rəngdir, biri sevinç, biri qəm. Bu həyatda iki rəngdir, biri sevinç, biri qəm. Sevinç kimdir? Keder kimdir? O hem sensen hem de ben. Sevinç kimdir? Keder kimdir? O hem sensen hem de ben. Bir bulağın iki gözü, biri sen biri mən. Bir bulağın iki gözü, biri sen biri mən. Bir almanın iki yüzü, ya biri sen biri mən. Bir almanın iki yüzü, yar biri sen biri mən. 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 Təşəkkür edirik Vüqar Kamiloğlu. Biri sən, biri mən. Kimə mesaj göndərdin? Bu bilirsiniz də, bu ölməz şairimiz Bəxtiyar Bağırzadənin sözləridir. Musiqisini yazıb mənim Əli var, dostum. Özbəkistanda yaşayır bu arada. Həm də mahnı Türkiyədə aranjman olunub bu arada. Vüqar, maşallah olsun, neçə ildir ki televiziyadasan, verilişlərin var, verilişlərin redaktorusan, özünün layihələrin var. Necə oldu Elnarə xanımın el yaradıcılıq mərkəzinə müraciət etdin? Özümü təklif etdi, sən mi ona təklif etdin ki, mən də gəlib aranızda olmaq istəyirəm? Biraz bu barədə danışaq. Ümumiyyətlə Elnarə ilə bir 20 ildən çox böyük bir dostluğumuz var bu arada. Yəni mən qəzetdə gəldiyim vaxtda Elnarə də Xəlilova da mütləq gəldi ki, sənət aləminə. Hətta mənim yadıma gəlib maraqlı bir keçid eləyim.
Onun bir klip təqdimatı var idi. Yuxarıda damın başında bir çəkiliş eləmişlər. O zaman böyük bir kostyum geymişdi. Çox ağır idi o kostyumu daşımaq bu arada. O qədər belə qəşəng bir varaqniyi köynəyi var. O qədər baxdıq ona, o qədər dibinə qəşəng varaqniyi köynəyi, kofeni dağıtdı üstünə təqdimatla. Hətta şəklimiz də var orada, belə silir, kofini silir belə. Yaş salfetki ilə silir orada. O vaxtdan bir dostluğumuz var. Sonra hər dəfə mənə deyirdi, Vüqar, bir gəl ginən bir yoxlayım səsi, bir baxım nə oxuyursan sən, muğam oxuyursan, estrada oxuyursan. Heç cürə bu layihələrdən televiziya bilirsən ki, insanın ömrünü aparır da. Nə səhərin var, nə axşamın var, bilinmir. Montaj da bir ərəfədə olanda ümumiyyətlə insan heç bir vaxt tapa bilmir. Amma ortada bir boşluq oldu və mən gəldim. Gəldim, dinlədi məni. O zaman da bizim bir mahnımız üzə çıxmalı idi. Sağ olsun Elnarə Xəlilova da məhz o mahnının dəstək oldu mənə. Onu bir YouTube-a yerləşdirdik, köməklik elədi mənə. Həm klipi yerləşdirdik, həm mahnını yerləşdirdik. Söhbət Döngəl mahnısından gedir. Ondan sonra bir dənə də qəşəng bir mahnı yazdı mənə. Sağ olsun, özü aranjman elətdirdi. Yaxşı ki, mahnının adı. Yaxşı ki, onu eşitmişsiniz. Hə, dinləmişdik. Çox da gözəl. Belə, odur, budur. Elə həm media dəstəyi çalışdığım zaman uşaqların müəyyən tezə mahnıları çıxanda mən mütləq dəstək olmalıyam. Çünki onlar da bizim öz dostlarımızdır, hamısı ilə yaxınam, dostluq eləyirəm. Həm o tərəfdən, həm bu tərəfdən, nə əlimizdən gəlirsə, hər şeyi El Yaradıcılıq Mərkəzi üçündür, belə deyək. Əski olma, çox sağ olun. Təşəkkür edirəm. Elnarə xanım, tələbələriniz sizi əsəbləşdirəndə nə edirsiniz? Əsəbinizi, acığınızı necə çıxırsınız? Korset taxıram boynuma. Aha. Hirsinizi, əsəbinizi necə soyudursunuz? Tamaşaçılar hiss edir, yoxsa yox, biraz boynumu əslində yaxşı döndürə bilirəm, arada belə döndürəm. Səhər bir şəkil atıb qrupa. Ay Allah, bu nədir? Vadalaska geyinir. Sonra görüb altdan yazıma girsə deyəsən boyun çöndürür. Şəkili qoymuşam statusa. Görürəm hamı yazır ki, bu nədir? Nə olub boynunuza? Nə olub Elnarə xanım? Deyirəm ki, təzə dəbdir. Necə də deyirəm, elə də inanırlar. Hamı da elə bilib ki, həqiqətən də dəbdir, amma heç nə, o hansı multfilmdə deyir ayarlar? Yox, quyruğuma yağ çəkərəm, bal çəkərəm. Ən çox əsəbləşdirən tələbələriniz hansıdır? Tıktıq xanımdan tutaq. Sağ tərəfdə deyəsən daha çox da. Hamısı eynidir, hamısı əsəbləşdirir. Ən çox, hansı ki, bax elə əsəbi vaxtınızda da olur da, həmişə kollektivdə olur ki, sualı çox verən və belə deyim, burada yoxdur. Yoxdur, var idi ha. Amma bizim suallarımız Elnarəyə heç vaxt qurtarmır ki, mən sənə bir şey deyim ki, Elnarə ilə görüşümüz həmişə bizim üçün bayramdır da. Sağ olsun, ümumiyyətlə, nəinki qrupda, zaman olur ki, sözünü kəsib bu yaxına da ad gününüz oldu, təbrik edirəm. 4 oktyabrda. 4 oktyabr sizin ad gününüzdür. 5-dir məndə, 4-ü qeyd edirəm. 1 oktyabr. 1 oktyabr mənim ad günümdür. Tərəziyəm. 7 oktyabda dünəndə Maratın ad günü idi. Tərəzi, təbrik edirəm sizə də. 16 oktyabr Ayselin ad günüdür. Tərəzi, maşallah olsun. Tərəzilər hamımız yığışmışıq. Nahid də tərəzidir bu arada. 21 oktyabr. Oo, nə gözəl. Ən axırı sonudur. Bəli, son. Amma biraz əqrəbə oxşayır. Oxşayır, hə. Eyb yox, fərqi yoxdur. Var əqrəb bürcü burada. Burada hal-hazırda yox. Bəlkə gəlməyənlərin arasında var, amma məncə bizim qrupda desən əqrəb yoxdur. Yəni Elnarə xanım, qıcıq olduğunuz tələbəniz yoxdur. Yəni olubmu? Yaxşı, buradakılar deməyəcəksə bilirəm. Yox, olubmu? Yox, mən deyə bilərəm, buradakilara da deyə bilərəm sözümü. Həmişə də deyirəm. Yox, yəni xətirlərinə dəymək istəməzsiniz də. Mən buradakilər də daxil, hal-hazırda aramızda olmayan bir neçə üzvümüz də var ki, yəni onların adicə bizim WhatsApp qrupumuzda bizim söhbətlərimiz necə gedir? Yəni əslində bir kənardan izləsə kimsə, görərsiniz ki, yəni çox şəffaf, çox loyal, yəni çox sərbəst şəkildə, yəni hər kəs azad şəkildə fikrini bildirə bilər hər bir mövzu ilə bağlı, mahnı ilə bağlı, geyimlə bağlı. Ümumiyyətlə bizim müzakirələrimiz də elə gedir. Yəni mən bir də görsən maşında, avtomobildə gedirəm, tutaq ki, məsəl üçün hansısa mahnı səslənir radioda, mən onu şazam edirəm, atıram. Onlar hələ heç bilmirlər mən niyə atmışam bu mahnı. Atmışam ki, oxuyun, öyrənin, yoxsa neyinin. Bir də görsən sual gəlir. Baxın, tapın görüm hansı mahnının eynisidir. Plagiatdır, tapmışam, özüm tapmışam, indi bunlara sual verirəm. Bax, qırğın orada başlayır məsələn. O deyir filan mahnı, bu deyir filan mahnı. Deməyəm odur ki, mən onları gecə-gündüz nazını çəkməyə hazıram, biləsiniz ha. Mən bir
tələbə bir sualı 25 dəfə də verə bilər mənə. Bu qədər enerji Elnarə Xəlilovada hardandır? Mən 25 dəfə də səbrlə, mən ona səbrlə onun sualının cavabını verəcəm. Aha. Ancaq vay o günə ki, məsəl üçün, orada başqa momentlər olmaya da. Yəni, sual verməklə məni tələbə bezdirə bilməz həyatı boyu. Da elə buna görə də evlatlarınız qısqadır da. Onlara vaxt ayırırsınız, bütün günü bunlara vaxt ayırırsınız. Diqqətsizliyi sevmirəm. Yəni, yəqin ki, çox adam sevmir belə. Yox, hələ ki, yoxdur, Allaha şükür. Yəni, saymamazlığı sevmirəm. Təbii ki, yəni, elə bir, tanımıram elə insan ki, belə bu keyfiyyətləri sevsin. Hörmətsizliyi sevmirəm. Yəni, görərəmsə özümə qarşı, saymamazlıq, diqqətsizlik, özbaşınalıq görərəmsə, hörmətsizlik görərəmsə, mən orada zaten susa bilmirəm. Yəni, bəs Elnarə xanım, belə bir sual var. Olubmu ki, baxın, yolunda nə qədər əzab-əziyyət çəkmişsiniz, belə deyim də, əziyyət çəkmişsiniz, hazırlaşdırmışsınız, illərinizi vermişsiniz, yəni bir il belə pis çıxmasın, insanın ömründən gedir də, kimizə yetişdirmək, əziyyət çəkmək və sonda sizi yarı yolda qoyub başqa bir müəllim yanına gediblər. Olubmu elə bir? Çox olub. Başımın tükün sayı qədər. Ay maşallah. Mən öz müəllimimdən artıq deyiləm ki, Vaqif Qərazadə bu səhnəyə en sayda ulduz yetişdirib. Yəni, hamısı sadiq qaldı mı ona? Yox, yox. Ona görə də çox normaldır. Mən artıq bu müqəddəratla başlayanda özümü barışdırmışdım və bilirdim ki, mən bilirdim nəyə, hara gedirəm. Üzülürsünüz həmin anlarda? Artıq o... Kaş ki, buna bu qədər əziyyəti çəkmək əvəzində digərlərinə çəkərdim. O üzülən yer artıq döyənək olub. Mazol deyir ya. Hə, bildiyin yəni artıq orada bir çox belə qəribə bir laqeydliyə əmələ gəlib. Yəni, çox orada maşın kimi hesab işləyir artıq, yəni. Lazımdırsa anında qərar verirəm, yəni, kəsib atıram və salam, onunla da bitir. Yəni, özüm də anlayıram ki, bu uzandıqca özümə də əziyyət edirəm axı, özümə də zülm eləyirəm axı. Mən də insanam, canlıyam, mən robot deyiləm. Və qarşımda durana da əziyyət verirəm, ümid verirəm ona və başa düşürsünüz necə? Yəni, ona görə onu o dəqiqə başa salmaq lazımdır ki, yəni, o da yerini bilsin, mən də işimi bilim. Bir də Elnarə xanım, bir nüansa toxunmaq istəyirəm. Təbii ki, istəsəniz, yəni sizdən asılı olan bir qərardır. Yəni, sizi verilişlərə dəvət edirlər, proqramlara. Yəni, tələbələrinizi çıxartmaya da bilərsiniz özünüzlə bərabər, tək də çıxa bilərsiniz efirlərə. Mən sizi harasa anlayıram ki, bu qədər əziyyət çək, efirlərə çıxart, məşhurlaşdır, tanıt, mahnılar yazdır, kliplər çəkdir. Onlar da elə mənəm. Mənim bir mahnım var, mən elə sizəm. Və axırda da desin ki, Elnarə Xəlilova, sağ ol, mən gedirəm başqasının yanına. Təbii ki, insan üzləşək. Bugün burada gördüyünüz insanlar, bunların hər birisi bir Elnarədir. Yəni, mən bura tək gəlməmişəm, əli boş gəlməmişəm. Onlar mənim gördüyüm işlərdir. Hər birinin mahnısında, misal üçün, Firdovsun oxuduğu mahnının müəllifi mən deyiləm. Ancaq orada back vokallarda mənim səsim gəlir, mənim avazım var orada. İstər-istəməz mənim nəfəsim var o mahnıda, mənim səsim gəlir, mənim əziyyətim var o mahnının ərsəyə gəlməyində. Mən özüm şəxsən rəhbərlik eləmişəm, aranjmançımız Marat bir sual verdi. Hələ də o sualın cavabı fikirləşirəm. Elvin oxuyanda deyir ki, orada fiti Həsən verib fiti. Həsənin nəfəsindən dağıyam. Fit Həsənin fitidir. Yox, Həsənin də nəfəsi var, o əziyyəti var orada. Nərmin Behbudova var, hansı ki, bu uşaqların hər birinin vokal pedaqoqudur. Yəni, o vokal pedaqoqu olmasa, isinmə hərəkətləridir. Düzgün nəfəs almaq olmasa, düzgün səs və nəfəs məşqələri keçməsə bu uşaqlar belə rahat, sərbəst oxuya bilməzlər. Siz nə danışırsınız? O diksiyanı, o artikulyasiyanı, o avazı, o melizmləri, hamısını Nərmin xanım qoyur öz dərsində. 2 müəllim dərs aparır onlarla, yəni. Nərmin xanım öz dərsində öz biliklərini mənimsədir uşaqlara. Sonra Nərmin xanımın keçdiklərini artıq biz digər otaqda bu və digər repertuara tətbiq eləməyə başlayırıq və diqqət eləsəz, heç birisinin mahnısı heç birisinə bənzəmir. Bəli. Heç birisinin obrazı heç birisinə bənzəmir. Nə klipləri bənzəyir, nə janr etibarilə bir-birlərinə bənzəyirlər. Çox individual yanaşma var burada. Şükür Allah, ideyadan boluq. Hələ tükənməmişik. Təşəkkür edirəm Elnarə xanım. Sevinç İstifova yazıb ki, salam bir daha, salamlayıram sizi, necəsiz? Elnarə xanımın mən də mahnılarını dinləyirəm və çox xoşuma gəlir. Salamlarımı çatdırarsınız, zəhmət olmasa. Çatdırdıq. Əleyküm salam, çox sağ olun. Dinləmədə qalın, izləmədə qalın. Yaxında çox möhtəşəm bir layihənin soundtracki gələcək. Çox yaxında. Nə gözəl. Artıq
yollamışıq platformalara. Qaydan kimi, üzü bu yana qaydan kimi xəbər eləyəcəm sizə. Və Cəmil sahibin ifası hazırdır Orxan? O zaman Cəmil, növbə sənindir. Dinləyək səni, mikrofonu götür. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Tərk edişin yordu məni, dinləmədin. Doğrunu yanlışı belə sən görə bilmədin. Bitdi dedin, bitirdin və tərk elədin. İllərlə nələr çəkdiyimi belə hiss etmədin. Neçə vaxtı baxıram sənə mən uzaqlardan. Yalnızam görüb dərk etmirsənmi sən baxmaqdan. Yoruldum artıq, gedirəm mən buralardan. Bəlkə anda hiss edərsən, yoxam artıq oralarda. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Yazıram kitabım və dəftərim var, qələmim qutarıb. Yazıram boş divarda, bəlkə də rəsmim qalıb. Baxma rəsimdəki gözlərimə diqqətlə, rəsimdəki gözlərim belə aşiq olar nifrətinə. Əhsən sənə, ay Cəmil. Mikrofona danış, Cəmil. Sən mikrofonu... Sahib kimi öz mahnısının sözlərinin və musiqisini yazan, bax, belə istedadlı gənclərimiz var. Çox gözəl. Mən dünən ifa etdim bizim efirimizdə, dünən də qonağımız idi Cəmil. Mən dünən də dedim ki, möhtəşəm. Bundan əvvəl bir mahnı oxumuşdun, hətta bir duetin də var idi sənin. Ümman xanım Zali ilə Apar məni oxumuşduq. Amma deyəsən çox onu tanıtmadınız, o dueti oxumadınız. Mən bilən o duet xanımın ayağındadır da, yox? Sən orada dəvət olunmuş artistsən. Artıq bu yaxınlarda Sahib Cəmil, yaxud da Cəmil Sahib musiqi platformalarında onu solo ifaçı kimi görməyə başlayacaqsınız. Yəni artıq bunun üçün işlər aparılır, yəni fotosessiyalara başlamışıq, treki yəni mütləq şəkildə xeyirli olsun. Yəni pitchingə yollanacaq və onun solo karyerası başlayır artıq. Yəni artıq özünün solo karyerası olmalıdır ki, sabah gələcəkdə də misal üçün duetlər olanda, digər müştərək layihələr olanda biz onu düzgün dəyərləndirə bilək.
Mən də təşəkkür edirəm Elnar xanım, sizə təşəkkür edirəm. Dəyməz. Siz də dəstək olursunuz. Dəyməz, dəyməz. Mərkəzində çox dəstəkləriniz olunur bizə. Əlbəttə, əlbəttə. Elvinə təşəkkür edirəm, çox gözəl fotosessiya eləyib. Möhtəşəm, elə gözəl. Bir ikisini çıxart göstər də, şok olsun Rəvan. Bayağı bizə göstərirdi. Onlardan bir ikisini göstər. Allah sağolub, ay Allah, montaj eləyib nə günə qoyub. Mən dedim sən onları yığışdır, sən onları. Bilmədim sahibdir yoxsa Mickey Mouse-dur, başa düşmədim. Ay Cəmil, sənə nə oldu? Ay Cəmil. Sənə dedim onları yığışdır. Mesaj silini bey yadımdan çıxıb onu. Zarafatdır, bağımsız zarafatdır, amma yəni hərə burada peşəkardır, maşallah olsun, hamı öz üçün görür. Kifayət qədər də gözəl görür, yüksək səviyyədə görür. Hər halda tamaşaçılarımız daha dəqiq bilər, dəqiqini, amma bu bir günün işi deyil də. Bu zamanla dama-dama göl olacaq. Sahibin də gördüyü işlər görsənəcək, Maratın da, Elvinin də, Firdovsinin də, Ayselin də, burada Vüqarın və digərlərin. Hələ solo karyeralarına başlamayan üzvlərimiz var ki, onlar da böyük həvəslə, intizarla əslində o gözləyirlər o yolu. İnşallah onların da ulduzu bir vaxt yanacaq, Allah qoysa. İnşallah. Reklama neçə dəqiqəmiz qalıb Orxan? 1 dəqiqəmiz qalıb. Və dəyərli izləyicilərimiz, gördüyünüz kimi bugün Star Elnarə Xəlilova və onun starları Star Akademiyasında Elnarə Xəlilovanın yetirmələri. Maşallah, baxın, hər yerdə Star Akademiyası, hər yerdə ulduzlar, hər yerdə Elnarə Xəlilovanın tələbələri, yetirmələri. Reklamlara bağlanırıq da. Biz biraz gülə reklamlar. Söndürmüsən otağında, çıraq ola bilsəydim mən hey yanardım. Söndürmüsən tək uzanıb buz təkdən hayat ağında, işıq olsan işığına ovunardım. Üşüyürəm sənsizlikdə, gecə ulduzlar sönəndə, baxışlarım dolub qalıb sənin bağlı pəncərəndə. Pəncərəndə, sənin bağlı pəncərəndə, baxışlarım həsrətdən iz salıbdır. Özünü də yan tutursan, hər dəfə məni görəndə, gözüm gözlərinə həsrət qalıbdır. Pəncərəndə, sənin bağlı pəncərəndə, baxışlarım həsrətdən iz salıbdır. Özünü də yan tutursan, hər dəfə məni görəndə, gözüm gözlərinə həsrət qalıbdır. İşıqları söndürmüsən otağında, çıraq ola bilsəydim mən hey yanardım. Söndürmüsən tək uzanıb buz təkdən hayat ağında, işıq olsan istisilə ovunardım. Üşüyürəm sənsizlikdə, gecə ulduzlar sönəndə, baxışlarım donub qalıb sənin bağlı pəncərəndə.
Bax, əsl Elnarə Xəlilova budur. Əsl Elnarə Xəlilova budur. Tamaşaçı əsl Elnarə Xəlilovanı belə görmək istəyir. İnanın, siz mənim mesajları görəsiniz ki, hamısı köhnə mahnılarınızın adını yazıblar. O mahnını istəyirik, ayrıldığı istəyirik, məhəbbət payımı istəyirik, səninləni istəyirik. Axırı dedim, qoy bir dənəsini seçin, pəncərədən oxusunlar. Yaxşı elədin. Neçə dəqiqəmiz qalıb son? Qanundur. Son 8 dəqiqəmiz yerə qalıb. salmaq olmaz. Bəli, və sonda mən elə sizəm mahnınızı, tələbələrinizə həsr etdiyiniz mahnınızla bağlayarıq verilişimizi. Ümumiyyətlə, Elnarə xanım, bax, bir ifanı ifa edirsiniz də, mahnını ifa edirsiniz və kənardan sizin mahnınızı sizinlə bərabər ifa edənləri görürsünüz da. Tək tələbələrinizə şamil olmur. Bax, elə konsertlər olsun. Əlbəttə. Bəli. Bu necə bir hissdir? Heç nə ilə əvəz etmək olmaz. Edilə bilmə. Məsələn, üzünüzü çevirirsiniz, görürsünüz ki, ətrafda olan insanlar sizinlə bərabər həmin mahnını ifa edirlər əzbərdən. Yəni, bir müğənni üçün mənə elə gəlir ki, bundan böyük xoşbəxtlik ola bilməz. Məncə də, həqiqətən də. Bu həm özünü təsdiqdir, həm sevgi tərənnümüdür, həm hər şeydir də əslində. Biz başqa şey istəmirik ki. Mikrofon yuxarı səslən. Biz alqış istəyirik tamaşaçıdan və sevilməyimizi gözləyirik. Və müğənninin tamaşaçıdan ən böyük istəyi, ən böyük sərvəti alqışdır. Bəli. Hansı ki, bəzən konsert proqramlarında görürük, tədbirlərdə görürük ki, bir müğənni ifa edir, tamaşaçı onu alqışlamayanda müğənni üzülür ki, tamaşaçı məni bəyənmədi. Yəni, mən həmişə alqışlayıblar. Yox, sizə şamil eləmirəm. Bayaqdan hamısı sizinlə bərabər ifa edir. Elnarə xanım, özünüz starsınız, maşallah. Neçə illik sənət fəaliyyətiniz var? 20 ildən çoxdur. 25. 25. Hə, bayaq bir xanım yazıb ki, Elnarə xanımdan soruşun, tələbələrindən seçilmir, gözəlliyinin sirri nədədir? Soruşdum. İndi siz də cavab verin, zəhmət olmasa. Valla, yalan nə deyim, məncə Allaha borcluyam, genetikaya borcluyam, amma tələbələr də Nəysə bir prosedurlar, estetik əməliyyat falan hələ ki yoxdur. Olmayıb. Hələ ki olmayıb. Məncə bundan sonra da lazım deyil. Ehtiyac olarsa eləyərəm. 25 ildir bu sənətdəsinizsə, əgər olmayıbsa, hə Vüqar? Sən... Ehtiyac yoxdur. O qaş ki, göz ki, fərqlidir. Fərqlidir. Ehtiyac yoxdur. Məncə də ehtiyac yoxdur. Həm də mən sevmirəm elə hamı bir-birinə oxşayanda. Vüqar, uşaq vaxtı Elnarə xanımı görürdüm. Evdə sual verirdim ki, qohumumuzdur bizim. Mən uşaq vaxtı gözlərim onun kimi daha çox qıyıq idi. Yəni, indi biraz açılıb gözlərim. Çox bənzədirdilər ki, qohum... Gəlir, açılıb zaten eləmir. İnanırsınız, şəkil çəkdirmədilik. Gözləri açdı. Deyim, neyini belə açım. Yəni, Allah bizi belə yaradı. Yəni, belə yaradıb da, vallahi da. Hətta sual verirdilər ki, siz Elnarə Xəlilova ilə qohumsuz. Dedim, xeyr, qohum deyilik, amma bənzərliyi, yəni bunu görüblər də, hiss ediblər. Və bir sual da var, Elnarə xanım. Siz tələbələrinizə, neçə dəqiqəmiz qalıb, Orxan? Danışa bilərəm da. 2 dəqiqə vaxtımız var. Elnarə Xəlilova star sirlərini, ulduzluq sirlərini tələbələrinə necə öyrədib? Orada məqamlar var. Yəni, məsələn, geyimlərinə falan qarışırsınız? Mütləq. Yəni, özünüz seçirsiniz? Gəldikləri gündən bəri mənim əsas da xanımlara ən çox dediyim odur, özləri də buradadılar. Çox güman ki, açıq-saçıq geyimləri üstünü vermişsiniz. Açıq yox. Çünki baxanda da hiss olunur. Onlar heç geyim, özləri də geyinən deyirlər. Mən, yəni, o necə deyim, o bizim qapını açıb gələn adam mənim özüm kimidir də, bildiniz nətəri. Hə, sözüm onda yox, amma məsələn saçlarına, özəlliklə saçlarına xanımların tapşırıram, deyirəm ki, əl dəyməyin. Mənsiz çaşıb gedib rəngini açarsınız, başqa nəsə prosedurlar eləyəsiniz. Yəni mənim axıb tutduğum beynimdə bir planım var. Məsələn, obraz var ki, məsəl üçün mən Ayseli belə görürəm, ta ki onu belə çəkmək istəyirəm. Gedir saçının rəngini dəyişir, gəlir üstümə, baxıram, dəli oluram. İnanırsan, Vaqif müəllim yadıma düşür. Allah haqqı, bax, Vaqif müəllim də eynən belə bizi tənbih eləməkdən yazıq kişi yorulmuşdu. Orada bir fərq var ki, o kişi xeylaq idi. Bizdə 3 dənə qız, ay Allah, ancaq 3 dənə telin göstərirdi belə. Deyirdi, bax, bunu siz eləmişsiniz, bax, bu saçları siz ağartmışsınız. Onda biz başa düşmürdük. Yəni, mən gənc idim də, 20 yaşım var idi. Bax, bu yaşdaydıq biz də. Deyirdim ki, öz ürəyimdə deyirdim ki, ayda, Vaqif mənim yenə danlayacaq, yenə belə. İndi başa düşürəm ki, deyirəm, can Vaqif mənim, biz sənə çəkdirmişik. Yəni, təşəkkür edirəm sizə, Elnarə xanım. Dəyərli izləyicilərimiz, bugün Star Akademiyasında ölkənin starı Elnarə Xəlilova və onun starları, gələcəyin starları
Star Akademiyasında izlədiniz bizi, maraqlı suallarınız oldu və ümidvaram ki, Elnarə xanımın cavablarına razı qaldınız, ifalarına razı qaldınız və sonda mən elə sizəm tələbələrinə həsr etdiyi ifa ilə efirimizi yekunlaşdıracaq. Təşəkkür edirəm Elnarə xanım. İlk efirimizdə siz oldunuz. Biz təşəkkür edirik. El Yaradıcılıq Mərkəzinin adından, şəxsən öz adımdan və bu uşaqları bu dəqiqə valideynləri izləyir, yaxınları, əzizləri izləyir. Onların adından hər sizə birini təşəkkür salamlayırıq edirəm. ayrı-ayrılıqda. Təşəkkür edirəm. Sağ olun, salamat qalın. Dəyərli izləyicilərimiz, sabahlarım saat 19:00-da bizi izləyin. Mən ağlayan gözləriniz olaydı, məni sevən ürəyiniz məndə elə sizəmsiz. Biraz yaxşı baxsanız görərsiniz üzünüzdə, biraz yaxşı sevsəniz dönərsiniz özünüzdə. Kimə? Biraz yaxşı baxsanız görərsiniz üzünüzdə, biraz yaxşı sevsəniz dönərsiniz özünüzdə. Başqa ürəyimlə, başqa qayğımla, başqa diləyimlə, başqa ağlımla mən elə sizəm, mən elə sizəm, mən elə sizəm, elə sizəmsiz. Başqa ürəyimlə, başqa qayğımla, başqa diləyimlə, başqa ağlımla mən elə sizəm, mən elə sizəm, mən elə sizəm, elə sizəmsiz. Ağaçların arasında durmuşdu. Bəlkə elə ağaca oxşatdınız məni. Bəlkə elə siz özünüz ağacsınız. Bəlkə elə biz hamımız ağacları torpaqdan dikələn. Bəlkə elə siz özünüz ağacsınız. Əcəb işdir. Bəlkə elə biz hamımız ağaclarıq. Bəlkə elə sizdə, elə məndə ağac deyilik, bir parça göyük, bir ovuc torpaq. Mən elə sizəm, mən elə sizəm, elə sizəmsiz. Bəlkə elə sizdə, elə məndə ağac deyilik, bir parça göyük, bir ovuc torpaq. Mən elə sizəm, mən elə sizəm, elə sizəmsiz. İnanmırsınız? Bir ovuc torpaq. Mən elə sizəm, mən elə sizəm, elə sizəmsiz, elə sizəmsiz, elə sizəmsiz.